Anam yaşla pensiyaya çıxıb 47 il iş stajı var və 400 manat alır. Amma hələ də işləyir. İşdən çıxandan sonra pensiya nə qədər olacaq? Hal-hazırda əmək haqqı 600 manatdır. Bilirsiniz, pensiya alır da. Bəli, pensiya alır, 47 il işləyib 400 manat pensiya alır, amma hələ də işləyir. İndi də 600 manat maaş alır. Pensiya çıxdıqdan sonra o sonuncu dəfə ki onun pensiyası 6 il işlədikdən sonraki toplanıb. Bəli. Pensiya çıxandan sonra ya 6 ildən və yaxud da 6 ildən azdırsa 3 il işləyibsə 3 il, 5 il işləyibsə 5 il yığılan kapitalı Bəli. toplanacaq və 72-yə bölünərək həmin 400 manat pensiyanın üzərinə gələcəkdir. Nə vaxtsa bu işdən də çıxsa? Bəli, bu işdən çıxsa, indi mən bilmirəm, axırıncı dəfə 6 il işlədikdən sonra həmin şəxsin anasının pensiyası sonuncu dəfə neçənci ildə yenidən hesablanıbdır. Qanun deyir ki, pensiya çıxdıqdan sonra şəxs əmək fəaliyyətini işləməkdə davam etdirirsə, hər 6 ildən bir onun pensiyası yenidən hesablanır və fərdi şəxsi hesabına toplanan pensiya kapitalı 72-yə bölünərək onun pensiyasının üzərinə əlavə edilir. Əgər 6 ildən əvvəl tez çıxarsa, məsələn tutalım 2 il işlədikdən sonra çıxırsa 3 il, yenə də həmin 3 il, 2 il ərzində toplanan pensiya kapitalı bölünərək deməli pensiyasının üzərinə əlavə ediləcəkdir.